Bilirdinizmi ki, İranın Səmənd və Dena avtomobillərinin istehsal xətti Azərbaycan Respublikasında da fəaliyyət göstərib, Səməndin istehsalının ilk illərindən etibarən Azərbaycanın Neftçala şəhrində avtomobil yığımı üzrə bir zavod yaradıldı və İran Xodro şirkətinin dəstəyi ilə burada Assaman markası adı altında Səmənd avtomobilləri yığılmağa başlandı. Sonralarsa Dena və Səmənsoren modelləri Xəzər avtomobili adı ilə istehsal olundu. Assaman və Xəzər qısa müddətdə Azərbaycan bazarında böyük populyarlıq qazandı. Münasib qiymət, ehtiyat hissələrinin əlçatanlığı və yerli istehsal adı insanları xarici avtomobillər əvəzinə Assaman və Xəzər almağa həvəsləndirirdi. Elə ki, 2019 və 2020-ci illərdə Xəzər markasının müxtəlif modelləri, yəni Dena və Səmənsoren, Azərbaycanda ən çox satılan avtomobillər oldu. Hətta gələcəkdə Rana modelinin də Azərbaycanda yığılması və məhsulların Ukraynaya ixracı planlaşdırılmışdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Qarabağ müharibəsi qazilərinə yüzlərlə Xəzər avtomobilinin hədiyyə olunması bu markanın Azərbaycanın ictimai həyatında fəxrlə xatırlanan və tez-tez rast gəlinən hadisələrindən biri olmuşdu. Xəzər avtomobilinin təcrübəsi göstərdi ki, iqtisadiyyat bəzən siyasətdən daha təsirli şəkildə iki qonşu ölkə arasında müsbət münasibətlər yarada bilir. Elə görünür ki, bəzi hallarda siyasət iqtisadiyyatdan dərs götürməlidir.